Bu ilin mart ayında Şəmkirdə bütün ölkənin gündəminə bomba kimi düşən bir hadisə baş vermişdi. İdman müəllimi 14 yaşlı tələbəsi olan bir qıza qarşı cinsi zorakılıq hərəkətləri edərkən yaxalanmış və döyülmüşdü, onu xəstəxanaya atmışdılar. Sosial şəbəkələrdə sürətlə yayılan bu xəbərin ardınca Daxili İşlər Nazirliyi dərhal dövrəyə girdi. Çox operativ qaydada cinayət işi başlandı. Həm idman müəllimi, həm də onu döyənlər saxlanıldı. İdman müəllimi möhkəm döyülmüş. Əlbəttə, sosial şəbəkə istifadəçiləri də müəllimi çırpan bu uşaqları alqışlamışdı. Amma hadisənin gerisi maraqlıdır. Davamı necə oldu bu hadisənin? Polisin operativ və peşəkar reaksiyası daha nələri üzə çıxartdı? Baxın, dəyərli izləyicilər, biz dəfələrlə eşitmişik, faktlarla rastlaşmışıq. Oxumuşuq ki, Azərbaycanda nəinki belə sosial toqquşmalardan, hətta təbii fəlakətlərdən də çoxlu pul qazanmaq olur. Buna sübut kimi Zaqatala zəlzələsi, Kürd daşqınları zamanı baş verən müthiş korrupsiya faktlarını da göstərmək olar ki, bu cür hadisələrdə milyonlarla deyil, 10 milyonlarla dollar vəsait mənimsənilir. İndi yeri gəlmişkən işğaldan azad edilən ərazilərdə tərtib edilən milyardlıq korrupsiya sxemləri də bu qəbildəndir. Şəmkir olayı ilə bu qlobal korrupsiya cizgilərinin nə əlaqəsi var deyə soruşa bilərsiniz. Əlbəttə, haqlı sualdır və tələsməyin. Şəmkirdə baş verən həmin hadisə də bir növ sosial kataklizmdir. Azərbaycan üçün mental-psixoloji fəlakət kimi dəyərləndirə biləcəyiniz olaydır. Əgər fəlakət kimi yozula bilən hadisədirsə, demək oradan gəlir götürmək də mümkündür. İdman kompleksinin müəllimi sağaldı, qalxdı ayağa. Polis haqlı olaraq ondan tələb etdi ki, onu döyənlər barədə zərər çəkmiş şəxs olaraq şikayət ərizəsi yazsın. 4 nəfərin də əlavə olaraq bu istintaq prosesinə qatılması faktı bu idman müəlliminin ərizəsi əsasında baş verdi. Sonra idman müəllimindən 60.000 manat alıb onu sərbəst buraxdılar. Yeri gəlmişkən dərhal deyim, bu faktları mənə Şəmkir polisindən ötürüblər və elə Şəmkirdə də bu söhbətləri bilməyən yoxdur. Daha sonra istintaqa cəlb edilmiş həmin o 4 nəfərin də hər birindən 30.000 manat alıb buraxdılar. Çünki bu pullar alındıqdan sonra müəllimə dedilər ki, indi zəhmət çək, gəl ərizəni geri götür və şikayətçi olmadığını da başqa bir ərizə ilə möhkəmləndir. Amma bu hələ hamısı deyil. Cinsi zorakılığa məruz qalmış az yaşlı qızın mobil telefonu daxı istintaqdaydı. Telefon qeydlərini incələməyə başladılar. Qızın mobil telefonunda olan sinif yoldaşları və ya məhəllədəki uşaqların nömrələrini də incələməyə başladılar. Oradan da 14 nəfəri ayırdılar. Bu 14 nəfərin də hər birindən 10.000 manat aldılar. Baxmayaraq ki, həmin 14 nəfərin ümumiyyətlə hər hansı cinayət yaxud cinayət kimi yozula biləcək prosesdə heç bir iştirakı olmayıb. Azərbaycan polisi belə təcrübələri dərindən mənimsəyən, operativ iş təcrübəsi olan peşəkar strukturdur. Nəyin, hardan, necə baş verə biləcəyini dəqiqliyi ilə bilən, proqnozlaşdırmaq qabiliyyəti olan bir dövlət qurumudur. Buna kiminsə şübhəsi ola bilməz. Şəmkirin polis rəisi Nəvai Qasımov isə müstəsna qabiliyyəti, yüksək peşəkarlıq göstəriciləri olan bir zabitdir. Şəmkirdəki vəzifəsinə təyin edilməzdən əvvəl o, polkovnik leytenant rütbəsi ilə Gəncə şəhər baş polis idarəsinin 2-ci polis şöbəsinin rəisi vəzifəsində işləyib. Nəvai müəllimin böyük qardaşı mərhum Koroğlu Qasımov da Gəncə şəhərində yüksək peşəkarlıq və dərin təcrübəsi ilə ad çıxarmış polis zabitlərindən idi. Hələ 2006-cı ildə o, Gəncədə polis şöbəsində işləyərkən ev oğurluğunda şübhəli bilinən bir gənci yaxalaya bilmişdi. Gənc bu ittihamı boynuna almırdı, amma Koroğlu müəllimin polis həssasiyyəti nəticəsində boynuna almağa məcbur oldu. Necə? Həmin gəncin anasını da polis şöbəsinə gətirdilər. Xüsusi ayrılmış işgəncə kamerasında oğlu ilə birlikdə yerləşdirdilər və oğurluqda şübhəli bilinən gəncə dedilər ki, ya boynuna xoşluqla al, ya da səni ananla cinsi əlaqəyə girənə qədər döyəcəyik və döydülər. O zaman mətbuat bu məsələ barədə də yazmışdı. Bu İlham Əliyevin polisidir və İlham Əliyevin özünün də dediyinə görə bütün bu cür situasiyalarda polis ən ləyaqətli davranan tərəf olur.